İndi bir dənə çəkiliş elə. Buradan bax belə tutacağım. Salam değerli izleyiciler. Bugün Novxanada denizden 1 kilometre mesafede olan bir villadayız. Ümumi sahəsi 13 yarım sot olan, evin sahəsi isə 280 kvadrat metr olan 3 mərtəbəli bir villadayıq. Salam değerli izleyiciler. Bugün Novxanada bir villadayıq. Buradan bu 3-cü mərtəbənin balkonudur. Belə panoramik bir görüntü açılır. Bura evin həyətidir. İndi aşağıdakı mərtəbələrlə sizi tanış eləyəcəm. Bu mərtəbə istirahət zonasıdır. Gördüğünüz kimi burada şərait yaradılıb istirahət üçün. Düzdür, indi əşyalar biraz yerbəyer olunmayıb. Bu istirahət zonasında burada bilyard, gördüğünüz kimi bura bar. Zəruri şəraitlər yaradılıb, oturmaq üçün yer, kreslo, jurnal masası. Bura isə bu otağa aid olan sanitar qovşaqdır. Evdə kombi sistemin olmasına baxmayaraq da yuxarı mərtəbədə 2 ədəd Mitsubishi markalı kondisionerlər də quraşdırılıb. Ev tikilib 2009-cu ildə və tam təmirli, tam əşyalı bir formadadır. İndi düşürük ikinci mərtəbəyə. İkinci mərtəbə sırf yataq otaqlarıdır. Bura əsas yataq otağı. Yataq otağına daxildir qardirob və ayrıca sanitar qovşaq. Bura yataq otağın qardirobudur, hamısı rəflərdir və əsas məsələ bu yataq otağından terasa çıxış var. Bu terasdan həyətə biz ayrıca pilləkən var. Bu pilləkənlə biz birbaşa həyətə düşürük baseynin kənarına. Baseyni də buradan göstərin. Və terasdan davam edirik digər otağa. Buranı kabinet kimi də istifadə etmək olar. Ayrıca bir otaq kimi də istifadə eləmək olar. Otağın gördüyünüz kimi qapısı da yoxdur. Ümumi zal hava-havasında düzəldilib. Və əlavə 2 dənə də yataq otağı, buna ikinci mərtəbədədir bunlar hamısı. Bir otaqlara baxın. Və ikinci mərtəbədə ümumi sanitar qovşaq və hamam otağı da var. Yəni bir yataq otağının özünün sanitar qovşağı və hamamı ayrıdır. Bu isə bütün mərtəbəyə aid olan hissəsidir. İkinci mərtəbənin ayrıca balaca bir balkonu da var. Nəfəslik kimi belə deyil, yəni nəfəs almağa çıxmaq üçün. Buradan da birbaşa həyətə açılır. Görüntü. Gördüğünüz darvaza elektrikli, yani açılıp bağlanır. Bura gözətçi üçün tikilmiş bir evdir, söhbətgahı. Hətta həyətdə xırda əkinçilik eləmək üçün də sahə var. Həyəti ayrıca sizə göstərəcəyik təbii ki.
Ehtiyatlı ol, yıkılarsan. Villanla tanışlığa devam edirik. Değerli izleyiciler, burada birinci mərtəbədə bizdə bir yataq otağıdır. Gördüyünüz kimi, baxmayaraq ki 2009-cu ildə tikilib və təmir olunub, çox ideal vəziyyətdədir. Birinci mərtəbədə 2 dənə sanitar qovşaq var. Bura sanitar qovşaq və hamam otağıdır. İkisi bir yerdə. Bura saxlanc yeridir. Birinci mərtəbənin altındadır. Tam olaraq da zirzəmi deyil. Və biz təqdimatımızı davam edəcəyik artıq evin çöl hissəsindən. Gördüyünüz kimi mən güzgüdən birbaşa girəcəm qaraja. Buradan biz birbaşa gedirik qaraja, qarajdan da həyətə. Gəlin davamcı. Bir maşınlıq qarajdır. Qarajda avtomatik açılan qapısıdır. Amma həyət çox genişdir. Həyətdə bir neçə dənə maşın istəsə saxlaya bilərsiniz. Burada üçün yaradılmış şəlalə. Bura bizim söhbətgah. Təbii ki, masa, oturacaqlarınızı qoyub rahat şəkildə istirahət eləyə bilərsiniz. Buradan davam eləyib. Bura gözətçi üçün tikilmiş bir evdir. Gördüyünüz qədərilə də bütün tam şəraitlə də təmin olunub. Buradan davam eləyək. Bura villanın əsas girişidir, əsas qapısıdır. Bu qapılar da elektrikləşdirilmişdir. Yəni əllə açmırsınız, knopkasını basılır və açılır. Təsərrüfat üçün xırda yer də yaradılıb. Yəni bütün ərazini daşla, tametlə döşəməyiblər. Burada elə dincəlmək üçün də özünüz üçün gördüyünüz kimi toyuq, cücə, əkin sahəsi. Davam edirik baseynlə. Hal-hazırda düzdür təmizlənməyib, amma yetərincə böyük, geniş və dərin baseyni var. Bura baseynin motorxanasıdır. Bayaq mən sizlə danışırdım. 3-cü mərtəbə eyvanından və 2-ci mərtəbə terasından. Sizə göstərdiyim dəmir pilləkənlər bunlardır. Pilləkəndən birbaşa 2-ci mərtəbəyə qalxmaq olur. Və oradan da təbii ki, elə düşmək olur aşağı. Bura mətbəxə girişdir. Burada manqal və digər, yəni av yumaq üçün, manqal eləmək üçün, kebab çəkmək üçün zəruri bütün şərait yaradılıb. Qeyd edeyim ki, evdə 2 sistem olaraq 2 kombi sistemi var. Yəni bu birinci mərtəbə üçün ayrıca quraşdırılmış kombidir. O isə 2 və 3-cü mərtəbə üçün ayrıca quraşdırılmış kombi sistemidir. Buradan davam edirik. Gördüyünüz kimi evin arxası, qabağı, bütün hissələri tam olaraq döşənib və əsas məsələ yenə də deyirəm, yəni yaşıllığa da mütləq qaydada yer ayrılıb. Bura evin əsas girişidir. Birinci mərtəbənin də ayrıca terası var və siz burada da eyni ilə yuxarıda olduğu kimi dostlarınızla, ailənizlə, yaxınlarınızla xoş vaxtınızı keçirə bilərsiniz. Belə dəyərli izləyicilər, bugün sizi Novxanıda dənizdən 1 kilometr məsafədə böyük bir villanla, 3 mərtəbəli villanla tanış elədik. Ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Hər kəsə bol şans.